A və B çoxluqları üçün A ilə B-nin elementləri ayrı-ayrılıqda verilib və onların fərqlərin elementləri cəmdə 23 olaraq verilib. Bizdən birləşmə tələb olunur. 2 dənə kəsişən çoxluq çəkək Euler-Venn diaqramı ilə. Burada A, burada B olsun. A ilə B-nin fərqinin elementlərini X, B ilə A-nın fərqinin elementlərini Y, kəsişməni isə Z ilə işarə etsək, X üstəgəlsin Z A-nın elementləridir və bu 19-a bərabərdir. Y üstəgəlsin Z isə B-nin elementləri və 18-ə bərabərdir. Tərəf-tərəfə toplasaq X üstəgəl Y üstəgəl 2Z bərabərdir 37-yə. X ilə Y ayrı-ayrılıqda A ilə B-nin fərqi ilə B ilə A-nın fərqinin elementləri olduğu üçün onların cəmi 23-ə bərabərdir. Deməli, burada 23 üstəgəlsin 2Z bərabərdir 37 yaza bilərik. Buradan 2Z bərabərdir 37-dən 23-ü çıxsaq 14 qalar. Z də bərabərdir 7 olar. Əgər kəsişmənin elementləri 7-dir və kənarda X, Y-lərin cəmisi 23 olduğu üçün 23 üstəgəlsin 7 bərabər olacaq 30-a. Deməli, birləşmə 30 elementdir.